O bizi yoxlar buna görə. Yaxşı. İzah edirəm bugün sizə quantifiers. Quantifiers ingiliscə Quantifiers bu sözlər ingilisində kəmiyyət bildirən sözlərdir. Quantifiers öyrənərkən biz ismin növünə baxmalıyıq. Sayılandır, sayılmayandır, təkdir yoxsa cəmdir. O halda bu əvəz sözlərdən birini yaza bilirik. Gəlin belə başlayaq. Birincisi many və few'dur. Many, few ya da a few heç fərqi yoxdur. Bu və several. Many, few, several. Mütləq cəm isimdən gəlməlidir. Sayıla bilən və cəm isimdən gəlməlidir. Aydındır, many gördün, cəm isim olmalıdır sonda. A few gördün, cəm isim olmalıdır. Few gördün, nə olmalıdır? Cəm isim və several da mütləq şəkildə işlənməlidir. Cəm isimdən işlənməlidir. İkinci qrupu yazıb little, yox, birinci maçdan başlayaq. İkinci qrup hansıdır? Bu birinci qrupdur. Birinci qrup. İkincisi olsun maç əvəzlik, a little və little əvəzlikləri. Bunlar ise hansı isimlər işlənirlər? Sayılmayanlarla. Yəni, cəmlənə bilən isimlə sayılmayan. Sayılmayan əvəzliklər, sayılmayan isimlərlə işlənir. Məsələn, deyək məsələn, çoxlu qələm deyək. Many deyərik, maç deyərik. Many çox, few az, several bir neçə, maç çox, little az. Little fərqi deyəcəm, ya da few'nin fərqini deyərəm sizə. Demək, çoxlu qələm demək istəyirik. Cəmisi qələm burada sayıla biləndir, elədirmi? Nə işlənəcək? Many pens deyərəm, elədirmi? Pen cəmlənə bilir, ona görə qarşısına yazırıq biz onu, many yazırıq. Az insan deyək, nə deyərik? Few people. Və yaxud az su deyək, nə deyərik? Little water deyərik. Çünki water necə bir isimdir? Sayıla bilməyən bir isimdir. Onun üçün nə işlədir bunun qarşısında? Little ya a little. Sayıla bilənlər və cəmlərlə hansılar işlənir Məhəmməd? Many, few, a few və several. Bu sözlərə hansı isim gəlməlidir? Cəm isim. Amma little much-la, a little-la ancaq sayıla bilməyənlər. Aydındırmı? Demək, bir də ortaqlar var. Həm sayıla bilənlə, həm sayıla bilməyənlərlə işlənənlər var. Onlar hansılardır? Gəl onları yazaq. Demək, hər ikisinin ortağı. A lot of. Sonra hansı var? Lots of. Plenty of. Bu videoya keçmişdir, hə demək? Enough var. Enough. Bir də hansı vardır? More sözləri, kvantifiyerləri vardır ki, bunlar necə isimlərlə işlənirlər? Ya cəm isimlərlə işlənirlər, aydındırmı? Ya da sayıla bilməyənlərlə, yəni sayılmayan. Yəni bu əvəzliklər ya sayıla bilən cəmlərlə işlədirlər, ya da sayıla bilməyənlərlə. İndi fikir verin, bu siyahıda hansı əvəzlik sayılan təklə işlənir? Heç biri. Bu əvəzliklər içərisində heç bir əvəzlik sayıla bilən və təklərlə işlənməz. Hansıyla işlənirlər? Sayıla bilməyənlərlə və nələrlə? Cəmlərlə. Bir dənə burada little'ın amonim daxil little. Little'ın başqa hansı mənasını bilirsiniz? Balaca. Buradakı little az, miqdar bildirən bir sözdür. Az su. Məsələn, demişdik, nə demişdik bəyaları? Little water demişdik. Elə demək, little water nə olacaq bu? Az su. Elə deyilmə. Buradakı little miqdar bildirən bir litterdir. Bir də ikinci bir little'ımız var. Bu isə balaca deməkdir. Bu halda Azərbaycan'da bəzi birləşmələrdə məsələn gənc oğlan deyirdim. Nə deyərəm orada? İndi gəlin belə bir şey yazaq. Hamısını pozaq. Bütün bu əvəzliklər nə olmalıdır? Üçüncü qrupla ya cəm isimlə. Balaca gənc bir oğlan deyir. Necə deyək? A young boy. Buradaki young nədir? Sifətdir. Elədirmi? Sifət olduğu üçün və isim tək sayılar və ismin qabağında gəldiyi üçün yəni artiklı var. A little da eyni məsələdir. Baxın. A little boy. Bu nə oldu? Balaca bir oğlan. Normal bir sifətdir bu little. Aydındırmı? Bu little'ı miqdar bir də little'ını qarışdırmayın. Aydındırmı? Bu little sayılar və tək ismin qabağında gələndə əyənlə işlənəcək. Cəm ismin qabağında gələndə əyən artiklı işlənməyəcək. Çünki orada əyən artiklı boya aiddir, little'a aid deyil. Aydındırmı? Burada a little boy, bir balaca bir oğlan, little boys balaca oğlanlar. Aydındırmı? Yəni biz burada bu little'ı sifət kimi qəbul edirik. Bu little nədir bəs? Miqdar bildirən bir sözdür. Miqdar olaraq little harda görə bilərik?
sayılmayan ismlərin qarşısında. Belə bir məsələ var. Bəzən nə edirlər? Sıçraşdırmaq üçün götürürlər A artiklı yazılır itin qabağında və bu ifadən qabağında A artiklı yazırlar. Sizcə bu düzdürmü? Niyə düz deyil? Sayılır axı. Balaca bir oğlan var. Cəmdir bu. Bu qabağında yan artiklı eləmir, yazmır. Sonra nəyi səhv yazırlar? Götürürlər bunu belə yazırlar. Bu da səhvdir. Çünki sayılar bilən tək isimlər biz nə verməliyik cümlədə? Yan artiklı. Buradakı yan artiklı mütləqdir. Çünki boy sayılar bilən tək isimdir. Aydındır mı? Başla bildim. Qarışdırmadınız. Bu little ayrı little'dır. Bu ayrı little'dır. Bu adi sifətdir. Bildiyimiz sifətlərdir. Gənc oğlandır, balaca oğlandır, həmin şeydir. Bu isə miqdar bildirən sözlərdir. İndi gəlin bu miqdarları fərqləndirək bir-birindən. Biz yazmışdıq. Başa düşdünüz bunu? Ya da izləyelim yoxsa? Belə bir şey yazmışdıq. Dedik ki, cəmən işlənən az miqdar mənasını bildirən əvəzliklər hansılar idi? Few var idi. Bir də hansı var idi? A few var idi. Little'lar nə var idi? Little. Bir də nə var idi? A little var idi. Yəni miqdar bildirən bu sözlərdə A artiklin işlənib işlənməməsi arasında böyük fərq var. Hər ikisində A artiklı varsa əgər, A little və yaxud little, A little bir də A few, bu ikisi. Əgər A artiklı varsa orada, Fatimə, əşyanın həmin ismin miqdarı yetərli qədərdir. Lazım olduğu qədərdir. Aydındır mı? Müsbət məna daşıyırlar A few və yaxud A little'lar. Amma few və little isə mənfi məna daşıyırlar. Yəni bu əvəzliklərin olduğu isimlər yetərli qədər deyil mənasını verir. Çox azdır, yoxa bərabərdir. Aydındır mı? Məsələn, belə bir cümlə yazaq. Demək, few-lə few-dən fərqi nə idi? Few-lə few-dən fərqi. Few azdır, yoxa bərabərdir, yetərsizdir. A few isə var, yetərli qədərdir. Aydındır mı? Little azdır, yetərsizdir, çatmır. A little isə var, yetərli qədərdir. Məsələn, there is little water in the bottle. İndi, sizcə bu su içməyə yetərlidirmi, yox? Yoxsa yox? Yox. Niyə? Çünki little əşyanın, ismin yetərsiz olduğunu, az olduğunu, miqdarı. Nə deməkdir bu? Yəni, mən su içmək istəyirəm, bu qədər su var, mənə nəmə çalacaq o? Başa düşdün, little water deyirəmsə, bu bana çatmayacaq mənasıdır. Kifayət qədər deyil, bəs deyil, azdır, əslində yoxdur mənasıdır bu. Ona görə də, yoxdur mənasını verdiyinə görə, little və inkar bildirən bir cümlədə little və yaxud few-nu işlətmirlər. Çünki few və little özü inkar mənasını verir. Aydındır mı? İnkardan sonra nə yazmaq olmur? Little yazmaq olmur, few yazmaq olmur. Çünki onlar özləri nə məna verirlər? İnkar mənasını verirlər. Aydındır mı? Məsələn, desəm ki, bu cümlənin sonunda I can drink it yazaram və I can't drink it yazaram. I can't və ardına belə yazmalıyım. Deyirəm ki, I can't drink it. Yox. Mən içə bilərəm bunu. Yetərli idi, yetərsiz idi Əkbər. Yetərsiz idi, içə bilmərəm də buna. Nə deyərəm bura? I can't drink it. Mən bunu içə bilmərəm. Yəni yoxdur da burada, nə içim? Başa düşdünüz necə? Amma a little olsaydı, deyərdim ki, I can drink it. Mən bunu içə bilərəm. Yəni var, amma yox deyil də, yəni çatacaq qədər var. Başa düşdünüz necə? Demək, testlərdə də bəzən bu şəkildə sayılırlar, bəli. Amma sən bilməlisən ki, little və few, yəni artiklı olmayanlar inkarda yanaşıda işlənməyəcək. Çünki o artıq özü inkar mənasını verir. Buraya da aydındır mı? İndi nə izah etdim sizə? Qeydlər var burada. Qeydlər var ki, testlərdə görəndə biz nə edirik? Only sözünü gördük. Only və just sözü. Orada just'ı əlavə eləyin, testlərdən artıq əlavə eləyirlər. Only və just'ı görsəz, a little ya da a few'nu düşünün. Aydındır mı? Only və yaxud just'ı görsəz, ondan sonra transponder olmalıdır. Ya few olmalıdır, ya a little olmalıdır. Nə olmaz onlardan sonra? Few və little olmaz. Meyli maç olmaz. Yox, only'dən sonra ancaq bu iki bənd olur. Only a few olur, only a little olur. Some da olabilir. İndi some'ı çox görmürük, amma ona görə yazmışım. Amma only'ni gördün, iki bənd mümkündür. Hansılardır? A few, a little. Boş few, little yox ha. Aydındır Məhəmməd? A few və a little yazırıq orada. Aydındır, boş few, little da olmaz. Qaydanı yeməz olur. Öyrənməlik. Bugün əzbərləməyənlər var idi yenə. Ümid. Aç çəkirəm bundan sonra. Dəksana. Məhəmməd.
Zəhra. Bildim ben de. Mənə elə baxma. Bildim. Qaydanı əzbərləmək lazımdır. Bildi. Zəhranı da geri götürürüm. Zəki. Məsələn. Dərs öyrənməyənlər. Bu nasıl? Elan verəcəm. Narahat olmayın. Sibyabır Biz eləyəcəm. bu atarsız. Bu maşuru. Ataram. Sən maşını deyir. Demək yaxşı yazdıq. Demək, nədir? Onu və cəssi görəndə fikirləşirik. Ya Afyonu ya da Alikini fikirləşirik. Boş bir fiyo olmayacaq. Bu birinci test qaydı. Elə deyirəm mən. İkinci test qaydı deyirəm sizə. Səhərdən test qeydləri izah edirəm. Cəmdən hansı verirdi? Many, few, a few, several. Təklərlə much, little, a little. Həm cəmlərlə həm sayılarla. More, enough. Doğru, bu kadarını verir burada. Sonra geçelim sayfamdan çevirək. Sonra var burada very və to zərfləri. Very və to. Very və to'nu yadda saxlayın ki, bunlardan very'dən əvvəl artikel ola bilər. Yo, olmur. Very və to'dan sonra nə yazırıq? Much yazırıq, many yazırıq, few yazırıq, ya da little yazırıq. Amma nə yaza bilmərik? A few olmaz, a little olmaz. Niyə bilirsiniz? Çünki few və very'dən, to və very'dən sonra nə yazmaq olmur? Am yazmaq olmur. Aydındırmı? Sadəcə əvəzliyin özünü, kvantifiyərin özünü veririk. Məsələn, very many, very much, very little, very few, very a few deyə bir şey yoxdur. Aydındırmı? Sonra nə var burada? So haqqında var burada. So sözdə yenə də bunlar kimə işlənir? Sodan sonra bunu yazacaq. So da belə işlənir. Sodan sonra gəlir much, many, few, a little. So da very, two, üçünü bir yerdə verək. Aydındırmı? Bunlar üçü də nə edirlər? Very, much, many, few, little-dan işlənirlər. Aydındır, möhtəşəm dörtlü bunlardır. Möhtəşəm dörtlü işlənirlər. Bəli, oradan sonra nə olmayacaq? Article bəndər olmayacaq. Amma saç isə a lot of-dan işlənir. Saç a lot of-dan işlədilir. Aydındırmı? Out of vardı, o da bu fərqi var idi sayıla bilən bilməyə. Out of hansı isimlərlə işlənir əsən? Həm cəmlərlə, həm də sayıla bilməyənlərdən saç o qarşıda saç işlənir. Saçdan sonra yəni artikel olur. Saçdan sonra fərqini burada yazmalıdır əslində. Bura qədər aydın oldu mu sizə? Sürətə gedmirəm. İndi, demək, very, to, sodan sonra gəlməlidir. Many, much, few, little. Amma artikel olmaz. Artikellarda gələr saçdan sonra. Aydındırmı? Only'dən sonra nə gəlirdi? Just'dan sonra a little gəlirdi. Only'dən sonra. Only'dən sonra nə gəlirdi? A little gəlir və a few gəlir. Bura qədər aydın oldu. Sonra bir dənə bir şey izah edin sizə. So ilə saçı fərqləndirək. So, bir də nəyi fərqləndirək? Saçı fərqləndirək. İkisinin eyni mənası var. Tək ortaq cəhətlərin mənalarıdır. O elə belə. Amma bir-birini əvəz edə bilməzlər, bir-biri yerinə işlənə bilməzlər, sinonim deyirlər. Aydındırmı? Tək ortaq cəhətlərin tərcümələridir, mənalarıdır. Aydındırmı? Sonra saçı fərqləndirmək sodan sonra gəlməlidir sifət ya da zərf gələr. Amma saçdan sonra isə mütləq nə gəlməlidir? İsim gəlməlidir və ismin qabağında sifət ola bilər. Amma hökmən o isim orada olmalıdır. Saçdan sonra isim mütləq şəkildə gəlməlidir. Amma soda isim gəlmir, saçdan alır, isim gəlir. Kvantifiyerlərə görə isə so, muchdan işlənir, many-dən işlənir, few ilə və little-dan işlənir. Saç isə nə işlənir? Saç isə yalnızdan nə işlənə bilər? A lot of-dan işlənə bilər. Burada deyir, little-dan da işlənir. Saç, o little, sifət o little'dır. Ben size little hansı variantı izah ettim? Balaca mənasına. Baxın. So little water. Biz burada saç yaza bilmərik. Burada saç yaza bilmirik. Burada little nəyi bildirir? Miqdar bildirir də. So little water. Elə az su. Buradaki little miqdarı bildirir. Çünki little sayıla bilməyənin qabağında gələrsə miqdarı bildirir. Amma saçdan sonra gələn little isə balaca mənasını verəcək. Such a little house. Elə balaca ev. Buradaki little bu little deyil. Bu sifətdir. Balaca mənasını verən bir sözdür. Adi bir sözdür bu. Aydındırmı? Saçdan sonra gəlmədi. Sifət isim. Saçdan sonra gələn little nəyi bildirəcək? Sifət olduğunu göstərəcək. Bu kvantifier deyil bu. Başa düşdünüzmü? Amma much, many, few little'ın qarşısında nə yazmalıyıq biz? So yazmalıyıq. Saçdan sonra gələn little. Bu little'dır mı? Xeyr. Aydın oldu sizə. İzahım. Bura qədər aydın oldu mu? Bu uşaqlar bu qeydləri şey eləməyin.
oxumayın, nağıl deyil. Bunlar hamısını bir əzbərləməlisiniz. Aydın oldu. Əzbər, danışın özünüz üçün. Gedin, öyrəndiniz, kitabı bağlayın, vərəq qoyun qabağınıza, yazın hamısını özünüz üçün. Kim üçün izah edir, kimin üçünsə izah edirmiş kimi. Aydındırmı? O şəkildə daha yaxşı yadda qalır. Bir də axıncı deyil əslində. Alotof var idi, nədirmə? Bir də nə var idi? Alotof vardı, bir də nə var idi? Alotofun bir də oxşarı var orada. Hansıdır? Loto. Alotof var. Bir də nə var? Lots of var. Birində eğer Bunlar hər ikisi isimlə işlənirdir, nədirmə? Bir də var a lot. Bu zərfdir. Alot sözü zərfdir. Zərflər isimlə işlənməzlər. Yəni ismin qarşısında biz zərf yazmırıq. Alot nədir? Eyni məna verir, çox deməkdir bu da. Prosto alot özü nədir? Zərfdir. Zərf olduğu üçün harda gəlməz? İsmin qarşısına gəlməz. Buna harda verə bilərik? Məsələn, she speaks a lot. Burada tutardıq da, ondan sonra ismi yaza bilmərik. She speaks a lot. O çox danışır. Aydınlarımı? She speaks a lot. O çox danışır. Lotof deyə bir şey yoxdur. Lots of var. A lot of var. Lotof deyə bir şey yoxdur. İnşallah ki yoxdur. Tanıyıb verir. Plenty of, a lot of, a lots of-a bərabərdir. More. Bir də son qeyd. Ən əsas qeyddir. Bunun üçün gibisi də. Bunu başa düşdünüz? Sual cavab yazım sizdən. Bir də bunu soruşum. İzah edim. A number of ifadəsi var. A number of. Çoxlu. A number of. Bir də var the number of. The number of. A number of, the number of var. Hər ikisinin dən sonra cəm isim axtarırıq. Onsuz cəm isimlə işlənməlidir. Amma belə deyim. A number of çoxlu deməkdir. The number of sayı deməkdir. Bura qədər aydın oldu mu? A number of nə deməkdir? Çoxlu. A lot of var idi, a lot of. Ona bərabərdir, eyni şeydir. Amma the number of nə deməkdir? Sayı deməkdir. Məsələn, belə bir cümlə yazmaq istəyirəm. The number of students. İndi. Bir tane yazıram. A number of students. İndi. Ben burada is yazaram, are yazaram. Tərcüməyə bax, tərcüməsi nə idi bu? Sayı deməkdir. Sayı təkli cəmdir. Təkli xəbər nə olacaq? Is 7. The number of students is 7. Niye is yazdıq? Çünki the number var deməkdir. Sayı. Sayı deyirəm də. Cəm söz deyil ki bu. Elə deyilmə. Xəbər nə yazdım? Təkli. Burada number of students. Tərcüməsi nədir bunun? Çoxlu uşaqlar. Elə deyilmə? Are going to the theater. Demək, çoxlu uşaqlar teatra gedir. Burada nə yazmışam? Are going yazmışam. Niyə? Çünki burada nə deməkdir aslında? Çoxlu deməkdir. Aydındırmı? Ona görə a number of-da cəm xəbər olur, the number of-da tək xəbər olur. Aydındırmı? Hər ikisi cəmsini görərik. Amma xəbərə görə a number of cəm xəbərlə işlənməlidir, the number of tək xəbərlər hansılar edir? Is, was, has, does, likes, goes. Aydındırmı? Biz 2 bölmə testini bu qaydalardan vura bilərik. Bunu başa düşdünüzmü? İndi